Diqqət eləsəz, bugünkü dünyada ona görə insanları, cəmiyyətləri, millətləri belə deyək, məhdudlaşdırırlar öz çəkilərinə ki, insanlarda ümumi haqqı qorumaq, həqiqəti qorumaq anlayışı olmasın və müəyyən proqram quran insanlar həqiqəti tez vurmağa bacaracaqlar. Misal olaraq millətçiliklə məhdudlaşdırır, məzhəbçiliklə məhdudlaşdırır. Nə eləsə məhdudlaşdırır ki, misal olaraq deyirəm, xristiyanı başqa cür tək vura bilsin, müsəlmanı tək vura bilsin. Bu əsas ciddi problem buradadır. Məzhəblər, dinlər müştərək bir həqiqətin müdafiəsinə duracaqlarsa, müsəlman olmayan kafirlər heç vaxt həqiqəti aradan aparmaq qüdrətində olmayacaqlar. İsa Peyğəmbər kimi bir Peyğəmbəri bütün Peyğəmbərlərdən ayırdılar, məxsuslaşdırdılar özlərinə. İndi İsa Peyğəmbər onlar üçün heç nə qalmayıb və istədikləri kimi İsa təqdim edirlər. Əslində biz düşünürük ki, bunlar İsa Peyğəmbəri yəqin çox istəyirlər. Yox, əksinə, İsa Peyğəmbərin həqiqi ilahi simasını aradan qaldırmaq üçün özlərinə məxsuslaşdırıblar. Əbbasi xəlifələrin dövründə məmun xəbər göndərdi İmam Rıza əleyhissalam üçün ki, sən mənim əmmi oğlusan, ürəyim darıxır sənin üçün, gəl mənim yanımda qal. Əslində bunu ürəyi İmam Rıza əleyhissalam üçün darıxmırdı. Mədinədə olan İmam Rıza əleyhissalamı elmi ilə çoxlarını faydalandıra biləcək İmam Rıza əleyhissalamı öz yanında məhdudlaşdırmaqdan ötürü eləyirdi.